ümumiyyətlə çox inanıram bu Çində var bu no degree no advice. Yəni no degree no advice yaxşı ifadədir. Çox əgər sənin dərəcən yoxdursa da sən məsələn bu mövzudan danışma da. Məsələn deyir ki, məcbur eləmək olmaz uşaq oxumaq istəmirsə. Uşaq oxumaq istəmirsə yaxşı, onu məcbur eləməyək və biz onun belə göbut ifadə eləyəcəm, heç kim olmağını mı izləyək? Oturaq, onu izləyək. Başa düşə-düşə onu izləyək. Biz burada bəyənmirsə başqa yerə. Mən oğlanlarımı 4 məktəb dəyişmişəm. Wow. Burada yoldaş pis olub. Orada mən hamı ilə durub dalaşıb deyirəm. Deyəsi deyirəm ki, sən bunu belə eləmə. Mən özüm uşağımı götürüb dəyişmişəm, çıxmışam. Yəni onu demək istəyirəm ki, məcburiyyət qalmalıdır bəzi yerlərdə. Ola bilər ki, mənim uşağım mənə deyir ki, qəddaranadır hardasa, hardasa seçimi belə eləyir. Bilmirəm, bəlkə də deyir. Amma mən hər halda düşünürəm ki, nələrsə eləmişəm ki, o daha yaxşı. Yəni uğur bu günlər Azərbaycan qürur duymalıdır. Qürur duyur da məncə, həqiqətən. Bəzi şeyləri eləməlisən, məcbur etdirməlisən. Yəni bunu ola bilər ki, deyir ki, mən həkim olmaq istəmirəm, mənim marağım yoxdur. Amma sən deməlisən ki, sən onu istəmirsənsə, sən başqasının nəsə olmalısan. Sən heç kim olmağı ona göstərməlisən ən ağır formada. Ki sən heç nəyisə seçməlisən, artıq bu məcburdur.